800 dollara görə 4000 dollar ziyan vermisən indi bu dəqiqə. İzah eləyim, indi biləsiz. Gəldin dedin ki, Grandeur 2025 full komplektasiya, qara, Black Edition, maşın yürüyüşü 8000, ideal vəziyyətə təklif elədim. Dedim ki, bax, WhatsApp-la görüntülü yanımda oturdun, zəng elədim, göstərdim maşının yanında. Elə bir ki, özün oradasan maşın yanında. Hər şey təqdim elədin. Qayıtdın mənə dedin ki, maşını indi mənə bu videoda belə göstərdin WhatsApp görüntüdə. Maşın yanıma gələndə üstünə əlavə bir nöqtə olsa nə olacaq? Dedim, gönlün nə tər istəyir, elə də eləyərəm sənin üçün. İstəyirsən maşının pulunu qaytarım. İstəyirsən maşını qaytarım. İstəyirsən başqa maşın verim. Bu qədər şey təklif elədim. Amma 1800 dollara görə getdin, özünü belə problemə saldın. Sənin sifariş verdiyin maşın nətər olur? Video yoxlanışında maşını buralı hər yerini cuk-cuk mikronu göstərir, kapota çatanda cuk-cuk göstərmir. Onun üstündə qoruyucu plyonka var. Elə şey olur. Biz uşaq deyilik. 8 ildir bu sferada, bu asfaltda durmuşam, can qoymuşam ki, bugünkü gündə mənim qapıma gələn əziyyət çəkməsin, gözəl qardaşım. Məni heç bir rəqəmlə kimsə nə ala bilər, məni hər hansı bir rəqəmlə məni fikrimi dəyişə bilməz ki, mən başqa bir şeylər eləyim və yaxud yalandan maşını satım eləyim. Gördün? İndi o maşın bu bazarda satışı 30 mindir. Çünki bir kapotun dəyişilib, rənglənib. Yəni o maşını dəqiq mən gedib axtarsam da başqa detallar da rəngli çıxacaq. Heç vaxt ola bilməz ki, bir kapot rənglənsin. Onun maşını başqa problemləri də var. Amma da özün bilərsən, bir də orada Koreyada oturan, o bilmirəm hansı şirkət.